mamalıq, ginekologiya və perinatologiyada mübahisəli məsələlər mövzusunda konqresimizin başlanğıc günüdür, ilk günüdür. İlk gün olmasına baxmayaraq, istirahət günü olmasına baxmayaraq, iştirakçı sayından və aparılan müzakirələrdən görünür ki, çox maraqlı keçir tədbirimiz. Biz qadın sağlamlığına dəstək qeyri-hökumət təşkilatı olaraq hər il həm şəhərimizdə, Bakı şəhərində, həm regionlarımızda qadınlarımızın maariflənməsi yönündə, həmçinin həkimlərimizin maariflənməsi yönündə tədbirlər keçiririk. Bu ilki tədbirimiz isə daha geniş miqyaslı bir tədbirdir. Həm 2 gün elmi hissəni əhatə edən bir tədbir olacaq, həm də ki, 3-cü gün mamalıq sahəsində hələ də aktuallığını qoruyan, ana ölümləri siyahısında birinci yerdə duran qanaxmalar mövzusunda bir kurs həkimlərimiz üçün keçmişik və bu kursda çox yeni innovativ üsullarla qanaxmaların, uşaqlıq qanaxmalarının dayandırılması metodlarını həkimlərimizə praktik olaraq təlimlərdə keçəcəyik. Və birazdan yəqin ki, Ali Acar öz üsulu ilə dünyada öz adını artıq qoymuş, dünyada, Avropada onun metoduna artıq əl atılır. Effektiv bir metod kimi o ustadımızı çağırmışıq, həkimlərimizlə həmin professorumuz şəxsən özü məşğul olacaq. Bu bizim üçün çox tapılmaz bir fürsətdir.